Artıq 10.000 nəfərlik böyük bir ailəyik. Mənimlə bu yola addımladığınız, paylaşımlarımı dəyərli etdiyiniz, yazdığınız rəylərlə motivasiya verdiyiniz üçün hər birinizə ürəkdən təşəkkür edirəm. Bu yol sizsiz olmazdı. Birlikdə daha da gözəl paylaşımlara. Keçək tortun hazırlanmasına. Əvvəlcə yumurtanı mikserlə yaxşıca çalıb, içinə şəkər əlavə edib bir qədər də qarışdırıram. Daha sonra qabartma tozu, vanil və unu əlavə edib, yüngül şəkildə qarışdırır və alınan xəmiri 180 dərəcədə yarım saat bişirirəm. Kremi üçün qaymağı mikserlə çalır, üzərinə şəkər tozu və qatlaşdırılmış süd əlavə edib hamar bir krem əldə edirəm. Daha sonra videoda da gördüyünüz kimi tortu mərhələli şəkildə yığıram. Bəzək üçün vafli kağızından istifadə edirəm. Vafli kağızını dairəvi şəkildə kəsib 2 hissəyə bölürəm və videoda göründüyü kimi tortun kənarına yerləşdirirəm. Üzərini isə çiçəklərlə bəzəyirəm. Çiçəklərin sapını qidaya toxunmaması üçün xüsusi lentlə bağlayıram. Və budur, dəyərli izləyicilər, həsr etdiyim tortum hazırdır. Videonu bəyənib səhifəni izləməyi unutmayın.